Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz bu şəkildədir. Aşura gecəsi imamın öz əshabı ilə danışığı, öz əshabını toplayıb onlara buyurduğu xitab və orada baş verən bir hadisə haqqında danışırıq. İmam əshabını topladı və buyurdu ki, İnni qəd əzinti ləkum cəmiən fəntəliqu fi hillin leysə aleykum minni zimam fə innəl qavm yətlubunəni. Mən sizin hamınıza icazə verirəm. Öz tərəfimdən sizə heç bir öhdəlik qoymuram, azadsınız. Bu qövm məni istəyir. Bu qövmün işi sadəcə məndədir. Sizlə bunların heç bir işi yoxdur. Kim gedirsə azad şəkildə gedə bilər. Qövmün təbii ki, cavabı, hərəsi bir cavab verdi. Orada bir hadisə baş verdi ki, səhabələrdən birinə Muhammed ibn Bişril Hadramiyə gəldi, xəbər dedilər ki, oğlun Rey sərhəddində əsir düşüb. Həmin Bəşir bu şəkildə dedi ki, onu Allaha tapşırıram, dedi və çox narahat oldu. Sanki həyatdan küsdü. İmam Hüseyin əleyhissalam bunu eşidən kimi ona belə xitab eləyir. Yərhamukallah, innəkə fi hillin min bey'ati, fə'məl fi fikak ibnik. Allah sənə rəhm eləsin. Sən mənim beyətimdən azadsan. Get oğlunun azad edilməsi üçün çalış. O vəfalı səhabə, o vəfalı imamın ənsarı imama necə cavab verdi? Bu şəkildə ərz elədi ki, səndən ayrılsam, yırtıcı heyvanlar məni diri-diri yesin. Deyib, imam buyurur ki, övladı azad elə deyir ki, səndən ayrılan mənə. O zaman imam bu şəkildə buyurdu. Oğlunu çağırdı, dedi ki, həmin oğluğa bu əfvabları, buruddan olan əfvabları, yəni sobları, paltarları, verginən parçaları, verginən ki, geçsinlər, onlar qardaşın xilas eləsinlər. İmam 5 dənə parça verdi, həmin parçaların dəyəri 1000 dinar idi, bahalı libaslar idi ki, ta geçsin, sərf eləsin, öz qardaşın azad eləsin, öz qardaşın xilas eləsin. Burada həmin o çətin vaxtı sabahlarım döyüşə çıxacaqlar. Amma imam bir-bir istəyir ki, yar-ı ənsarı yenə də bacarırlarsa, kimin ürəyində nəsə tərəddüd varsa ətrafında qalmasın, həmin öz işin dalıcan geçsin və öz rəiyyətinə olan əhəmiyyət verməyin necə göstərir imam? Bu şəkildə, yəni görür ki, narahatdır, görür ki, ailə bağlarında narahatçılıq var, ailəsində narahatçılıq var, ona da ürək yanır və istəyir ki, geçsin, ailəsini xilas eləsin, geçsin, övladını xilas eləsin. Yəni, əsl islahatçı, ümumiyyətlə bizim alacağımız dərs budur ki, islahatçı bəli, öz ətrafında, öz yanında, yoldaşları ilə da bu şəkildə davranmalıdır. Yəni, sırf özü nəsə əldə eləsin, özü nəsə qazansın deyə yox, hamının öz ehtiyacların, hamının ehtiyacına uyğun, hamının vəziyyətinə uyğun ehtiyacların gərək göz ardı eləməsin, onlara da diqqət eləsin. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.